Ekiz hamiləlikdə normal doğum aparıla bilərmi? Xanımlarımız ekiz hamiləliyi xəbərini eşidən kimi niyəsə fikirlərində yalnız və yalnız keysəriyyə kəsiyi əməliyyat haqqında düşünürlər. Amma əslində normal doğum ekiz hamiləliklərdə aparılır və çox gözəl də aparılır. Çünki ekiz hamiləliklərdə hər iki dölün çəkisi normal tək döllü hamiləlikdə olan çəkidən aşağı olur. Ona görə də normal doğum çox rahatçılıqla birinci körpə doğulana kimi rahatçılıqla olunur və birinci körpə doğulduqdan sonra artıq uşaqlıq yolu kanalı açılmış olur. 5-10 dəqiqədən sonra ikinci döl doğulur. Çox rahatçılıqla ikinci dölün doğumunu da həyata keçirmiş oluruq. Əlbəttə bu dediklərim hər iki dölün baş gəlişində mümkündür. Əgər döllərdən biri və yaxud da ki, ikisi sağrı gəlişində olarsa, döllərdən biri köndələn vəziyyətində olarsa, ilk hamiləlikdə ələxüsusda biz bu hamiləliyə riskə atmırıq və xanımımıza keysəriyyə kəsiyi əməliyyatı olunmağını məsləhət görürük. Amma bunlara baxmayaraq, hər iki dölün başı aşağıdırsa, keysəriyyəyə göstəriş yoxdur, normal doğumu edə bilərik və inanın ki, travmasız, tam rahatçılıqla, çox əziyyət çəkmədən normal doğumumuz ola bilər.